ve Great Wall nəhənginin daha bir qoludur və premial crossoverlər və minivanlar istehsalına 16-cı ildən başlayıb. Çinin ilk premial brendidir ki, Avropalıların heç bir iştirakı olmadan istehsal edilir və Çinlilər bu barədə fəxrlə danışır. Adına gəldikdə isə Way sadəcə kompaniyanın banisi Jack'in soyadıdır. V07 əzəmətli bir crossoverdir. Uzunluğu 5 metrdən, ağırlığı isə 2,5 tondan çoxdur. Qabaq tərəfin dizaynı minimalistdir, lakonikdir. Bu üslubu təvazökar dəbdəbə adlandırmaq olar. Ona qarşıdan və bir qədər kənardan baxsan, siluetdə bir H hərfi görürsən. Bu da ingilis dilində home sözünün ilk hərfidir, yəni ki, ev. Bəli, bu kompaniyanın yeni konsepsiyasıdır. İş burasındadır ki, sürücü və sərnişinlər burada özlərini istənilən sırada evdəki kimi hiss etməlidirlər. Sıraların sayı isə 3'tür. Aerodinamik formalar, LED ışıklar ona gecə və gündüz də parlak image təşkil edir. Bumeranga bənzəyən gündüz ışıkları və uzaq və yaxın ışıklar bax bu blokda yerləşir. Yandan baxsaq, yenə də marketoloqlar deyir ki, kuzovun cizgiləri, pəncərələrin konturu, damdakı reylinglər hamısı bir üslubda işlənib. Çin miniatürləri, açığı mənim təsviri sənətdən o qədər də başım çıxmır. Sadəcə inanmalıyam. Bir faktı deyim ki, 20 düymlü disklər bu profilə yaraşır və pəncərələrin xrom haşiyələri də bir ansambl yaradır. Modelin adı V07 və eyni zamanda xatırladır ki, o tam ötürücülüdür və plug-in hibriddir. O ki qaldı səs boğucu sisteminin borularına. Görünür ki, bu dekordur əlbəttə. Çünki bu plug-in hibriddir və ona nöt torbası lazım deyil. Bagaj bölməsinin həcmi 739 litrdir. Burada bir nə görürük? Şarj üçün avadanlıq görürük. Və əgər arxa oturacaqları qatlasaq, o zaman burada 1000 litrdən çox həcm alınacaq. Özdəki tam hamar döşəmə ilə. Dərhal deyim ki, Way təhlükəsizlik məsələlərinə olduqca həssas yanaşır. Pasiv təhlükəsizliyə xüsusi möhkəmliyi ilə seçilən kuzov, akkumulyator batareyalarının 4 pilləli müdafiəsi, pərdə tipli hava yastıqları sürücü və sərnişinlərin həyatını qorumaq üçündür. Aktiv təhlükəsizlik sistemlərindən 22 ədəd super dəqiq sensorlar, ətrafa 5 kamera bu dəqiq idarə etməni tam təhlükəsiz prosesə çevirir. Salonda hər 3 sırada sanki evdə sevimli divanındasan, nappa dəridir ətraf və yeri gəlmişkən birinci və ikinci sırada oturacaqlar həm isitmə, həm ventilasiya, həm də masaj funksiyası ilə təchiz olunublar. Qabaq sərnişin üçün sıfır gravitasiya funksiyası da var. Yəni bir düyməni basmaqla artıq sən özünü spa salonda hiss edirsən. Bax, belə. Maraqlıdır ki, bu funksiya üçün təhlükəsiz kəməri dirəkdə deyil. Baxın, oturacaqdadır. Yəqin artıq fikir verdiniz ki, avtomobilin interyeri də eksteryer kimi lakonikdir. Artıq bərbəzəyə burada yer verilməyib. Sadəcə 2 monitordur, 12.3 düymlü alətlər paneli, 14.6 düymlü multimedia bütün funksiyaları idarə etmək olur. Fiziki bir sıra burada düymələr var, ən lazım olan funksiyalar və eyni zamanda sükan, topbuş, idman sayağı, kiçik, multifunksional, tamamilə aydın funksiyaları həkk olunmuş və tutumlu bir mərkəzi burada hissə var. Burada naqilsiz şarj, arxa hissədə də nəyisə yerləşdirmək olar. USB, Type-C və böyük bir yeşik də var burada. Əlavə edim ki, burada royal kimi parlak o laklı detallar da yoxdur. Əslində həqiqətən baş ağrısıdır, hər zaman silmək lazımdır. Burada hətta hava verən deflektorlar da baxın, gizlədilib burada. Görünmür hardan gəlir bu sərin hava. Gəlin görək nə təklif edir bizə? Müxtəlif burada kökləmələrdir. Sürücü üçün, sərnişin üçün, ikinci sıra üçün və təhlükəsizlik üçün burada rejimlər var. Normal, eko, sport, qar, tam ötürücü, palçıq və qum. Normalda avtomobil qabaq ötürücülüdür. Aydındır ki, palçıqda, qumda, qarda artıq tam ötürücülü olur və yeri gəlmişkən, yəni qatı yolsuzluğa düşdünsə, burada məcburi olaraq tam ötürücü sistemini də qoşmaq olur. Və əlbəttə ki, ətrafı göstərən kameralar hər tərəfdən sizi gördüyünüz kimi real rejimdə göstərə bilir. Park assistenti var və əgər siz onu qoşmusunuzsa, münasib yer görən kimi özü təklif edir parklanmanı və düyməni basmaqla avtomobil özü parklanır. Maraqlıdır ki, o trayektoriyonu yadda saxlayır və dar parkinqdən özü dərhal sonra sizə problemsiz çıxara bilər. Görək ikinci sıraya nə təklif edir? V07. Əvvəla deyim ki, masası var sərnişinin. Eyni zamanda gördüyünüz kimi pərdəsi də var. Və bundan başqa klimat kontrolu, 3 zonalı klimat kontrolu idarə edə bilər, bax bu blokdan.
və USB Type-C portları da görürsünüz. Eyni zamanda ikinci sırada burada elektrik tənzimləmələr var. Bayaq dediyim kimi masaj da var hətta və daha bir maraqlı funksiyondan ibarətdir ki, arxa sərnişin narahatdırsa, o özü görürsünüzmü, bax bu düymələr vasitəsilə qarşıdakı oturacağı da tənzimləyə bilər. Əlbəttə, şüşə arxasına keçən kimi avtomatik olaraq start-stop düyməsini axtarmağa başlayırsan. Axtarmayın, burada o yoxdur. Sadəcə kəməri taxdın və ayağını əyləcə qoydunsa, dərhal bütün artıq sistemlər işlək vəziyyətdədir. Və sadəcə dəstək vasitəsilə drive-a gətiririk. Tərpənə bilərik artıq. Hərəkətə başlayırıq və bu avtomobilin ən böyük özəlliyi odur ki, paralel ardıcıl hibrid texnologiyası buna deyirlər. Bir benzin mühərriki, 150 at güclü, turbolu, 1.5 litr həcmli mühərrik və eyni zamanda 2 elektrik mühərriki onu hərəkətə gətirir. Bu sistem 9 rejimdə işləyir. Benzinlə işləyən mühərrik həm avtomobili hərəkətə gətirir, həm də batareyalar zəifləməyə başlayanda qabaqdakı elektrik mühərriki vasitəsilə lityum-ion batareyanı doldurmağa başlayır. Və yeri gəlmişkən lityum-ion batareya mayelik xüsusi soyutma sisteminə malikdir. Nəzərə alaq ki, həm də batareyalar rekuperasiya sistemi vasitəsilə yenidən dolur. Yəni söhbət nədən gedir? Sürət azalarkən, enişə gedərkən rekuperasiya sistemi batareyaları doldurur və bu sistemi tənzimləmək də olar. Ən maksimum halda ayağını qazdan çəkən kimi avtomobil demək olar ki, tormozlamağa başlayır. Qeyd etməliyəm ki, təkcə elektrik enerjisi sayəsində bu avtomobil 201 kilometr məsafə qət edir. Yəni gündəlik şəhər yer dəyişmələrində demək olar ki, tam elektromobil kimi işləyir. Benzinə heç bir ehtiyac yoxdur. Lakin uzaq yola yollanırsınızsa, benzin çəni tam doludursa və batareyalar da doludursa, o zaman 1000 kilometrdən çox zavod göstəricilərinə görə hərəkət edə bilərsiniz. Güc aqreqatı toplam 517 at gücü hasil edir. Əlbəttə ki, bu idman sedanı deyil, ailəvi uzaq səyahətlər etmək üçün komfortlu bir SUV-dir. O ki, qaldı dinamikaya. Saatda 100 sürətini toplamaq üçün 4.7 saniyə tələb olunur. Bunu hiss etmək lazımdır. Baxın, benzinlə hərəkətə gələn avtomobil əgər sürətlənirsə, dinamik, o zaman səs, küy, ətrafdakılar da bilir ki, sən sürətlənirsən. Amma burada yalnız sən özün hiss edirsən. Səni sadəcə oturacağa sıxır və necə deyərlər, intellektual bir sürətlənmə baş verir. Qarşıda McPherson, arxada standart 5 qollu askıdır. Bəzən sənə elə gələ bilər ki, döngələrdə bir qədər meyillidir yana yırğalanmağa. Bu da ki, təkcə incəsənət qurban tələb etmir də, komfort da qurban tələb edir. Bu da komfortlu bir kompromisdir. Səs izolyasiyası da mükəmməldir. Yəni, xüsusi şüşələr, güzgülər, bütün bunlar səssizliyə xidmət edir. Deməli, hibrid sistemi özünü necə aparır? Gözünün qarşısında əyanı görürsən. Batareyadan gedir enerji. Əyləci sıxıram artıq yaşıldır. Rekuperasiya dərhal işlədi və təkərlər artıq elektrik enerjisi hasil edərək batareyanı doldurur. Aktiv təhlükəsizlik sistemlərindən qeyd etmək lazımdır. Zolağa nəzarət, yol nişanlarının tanınması və yeri gəlmişkən bütün funksiyalar sürücü üçün proyeksiya olunur qabaq şüşəyə. Onu ancaq mən görə bilərəm. Və orada mənə nə göstərir? Hazırda getdiyim yolun maksimal sürəti, yolun zolağın saxlanması, mənim sürətim və bəzən də şüşanın vəziyyətini, sağdadır, soldadır və hardadır, onu da mənə göstərməyə çalışır. Adaptiv cruise control, əlbəttə ki, burada qarşıdan olan maneə ilə məsafəni saxlaya bilir və zolağa qaytarma, zolağı saxlama, sürücünü xəbərdar etmə və s. və s. Bütün bu testlərdən sonra bir arzum var ki, bütün doğmalarımı bu avtomobilə yığım və buradan Balakənə bir səfər edeyim. Sülhüllü yeməyə, özdəki gördüyünüz kimi hava sərindir, yağış yağır. Çünki bu avtomobil məhz uzağa getmək üçün nəzərdə tutulub. Yolda şarj axtarmayacaqsan heç bir benzin zapravkası da.